Salam aleykum, değerli ve hörmətli izleyiciler ve kanala daxil olmuş yeni insanlar. Videoya başlamaqdan öncə hər birinizi istəyirəm təbrik edeyim Ramazan ayının gəlməyi münasibətilə və bütün namaz qılan insanlara, bütün oruç tutan insanlara, bütün xalqıma demək istəyirəm ki, Allah bizim namazımızı, tutduğumuz oruçları qəbul eləsin inşallah. Ailəmizə can sağlığı və xoşbəxt həyat versin inşallah. Bugün martın 5-idir. Oca 6-cı gündür, orucluğun 6-cı günüdür. Elə mən də sizin yəqin ki içərinizdə olduğu insanlar kimi mən də oruç tuturam. Rusiyada yaşayıram, ancaq ki yəni Allahıma qurban olum. Həmişə Allahım üstün tutmuşam. Bacardığım qədər tutmayan vaxtlarım da olub orucluğu, oruç tutmayan vaxtım da olub, ancaq ki çalışmışam tutum. Gəlin keçək indi videomuza. Gördüyünüz kimi Volkswagen Tiguan. Bu nakladkaları, 2 dənə nakladkanı kraskalayacağım. O nakladka splaşnoy bamperin altına gelir, o çıxarılır, onu çıxartdım, attım qırağa, o qoyulmayacaq yerinə. Bu 2 dənə nakladkanın da problemi ondadır ki, gördüyünüz kimi daş izləri, burada buna skol deyirlər, bilmirəm, Azərbaycanda, mən çoxdan Azərbaycandan çıxmış adamım, bilmirəm Azərbaycanda bunlara nə deyirlər, bizdə deyirlər skolu. Burada Rusiyada buna deyirlər skol, daş deyəndə qopardır. Bu olmasın deyə, belə şeylər olmasın deyə, bunu texnologiya ilə kraskalamaq lazımdır. Ben bunu düz yonmağa başladım biraz. Sonra dedim çəkim göstərim. Təmiz axıra kimi göstərməyəcəm. Yəni ki, necə yonuram, necə edirəm. Materialları göstərəcəm. Sonra da göstərəcəm kraskalanmış halını. Yəni siz başa salaram sizə inşallah. Yəni aydın olar sizə. Bunun spesialny gruntu var. Plastifikator, grunt po plastiku. Ondan vurulur birinci, sonra üstündən akrilovi grunt, sonra kraska, sonra da dalınca da elastifikator. Lakadı qatılır, o vurulur. Yəni onların hamısını sizə sonra göstərəcəm. Xahiş edirəm ki, əgər ustalar baxırsa, malyarlar, restyançiklər baxırlarsa, bəlkə siz ayrı üsulla eləyirsiniz bunu. Bölüşək burada kommentariyalarda, problem yoxdur. Bəlkə mən nəyisə səhv eləyirəm, bəlkə siz nəyisə səhv eləyirsiniz. Məsləhət lazımdır, mən verim. Məsləhət lazımdır, siz verin. Heç nə olmaz, düzdür, mənim optum çoxdur. Həddindən artıq çoxdur. Yəni ola bilər də mən bilmədiyim şeyi siz bilə bilərsiniz, siz bilmədiyiniz şeyi də mən bilə bilərəm. Yəni problem yoxdur. Komentarlarda yazın. Dəlnəşi, yəni göstərəcəm bunun təmiz vəziyyətini, bir də materialların hansı materiallardan istifadə eləyəcəm onları. Detallar artıq qruntlanıb. Hazırdır. Səhərə kimi saxlayacağım. Vəbşətə bu quruntu yəni gedək göstərim. Belə bir quruntdan istifadə eləmişəm. Jetta Pro. Onu məsəl üçün üstündə yazılıb. Gördüyünüz kimi 2 saata 20 dərəcədə 2 saatdan sonra onun üstünə kraska vurmağa, yəni işləyəndən sonra kraska vurmağa olar. Meşloyka 5-10 dəqiqə. Buna razbavetel qatılmır. Rasvaretelində Azərbaycanda yəqin rasvaretel deyirlər. Bax bu da burada yazılıbdır. 100 qrama 14,5%. 100 qrama 14,5 qram atverditel. Razbaveteldə na usмотрение.
0-dan 3 qrama qədər. Mən qatmıram. Elə vaxtlar olur qatıram sözün düzü. Deməli, birinci bu plastika bu quruntu vurmaqdan qabaq, mən vururam Reaflex plastifikator. Qurunt pa plastiko. Az qalıb almaq lazımdır. Bunu vurandan sonra bir 10 dəqiqə gözləyirəm. Üstündə də yəni ki yazılıb 20 dərəcədə 10 dəqiqə gözləmək lazımdır. Nəsə 10 dəqiqədən sonra dalınca 2 sloy qurunt jelatinlə qurunta qatılmalıdır. Добавка увеличивающая эластичность, эластификатор. Biri kimisə buna plastifikator deyir, kimi buna deyir elastifikator. Videonun əvvəlində necə sizə anlayış verdim ki, bu dəyən daşlara bir balaca şey göstərir də, deyək ki, detalı qoruyur, kraskanı qoruyur, elastiklik verir. Qiyməti, burada kraskanı da gətiriblər, onu da gətiriblər. Qiyməti Rus pulu ilə deyəcəm, yəni ki, baxarsınız, siz bilmirəm, indi Azərbaycanda neçəyədir o. Rus pulu ilə, yox, bu padbordur, kraska. Elastifikator, ən üstdəkidir, gördüyünüz kimi. $1926 rubl. Skitka ilə elə, skitka 500. Yox, skitkasız. 1926 skitkasızdır, 578 rubl mənim skitkamdır. 1346 rublə, qarıcı. İstəyirsiniz, kraskanı da göstərim. Kraska neçə? 100 ml kraska almışam. Bu deyək ki, paftor kraskadır. Bu maşının, bu spoilerini, bunu kraskalamışdım, bu spoileri kraskalamışdım. İndi, yəni ki, mən bu şeydə bazada kraska var, ona görə bu gedir paftor. Usluga. Bu kraskanı tökmək 400 rubl paftordur deyə. Əgər paftor olmasaydı, təzə maşın olmuş olsaydı, yəni təzə zakaz olasıydı 600 rubl. Kraskanın qiyməti 100 ml avtoemal Dixondur. Firma Dixon 620 rubl. Opşi 1060 rubl. Çıxılsın skitka 995 rubl. 1000 rublə, karoç. 1000 rublə. Dollarla primerini deyə bilərəm, haradasa 11 dollar. 11 dollar bu, haradasa bir 13 dollar da bu. Primerin 13-14 dollar da bu. Hesablayın, görək sizdə necədir. Dəlşə, deməli, bu quruntu vururuq. Bu quruntdan sonra, 10 dəqiqə gözləyəndən sonra, bu axtmamalıdır. Yəni, axsa, yəni, çox maye halındadır, yəni jidkidir, ocean jidkidir. Ehtiyatla vurmaq lazımdır. Merşlokanı gözləyirik ki, biraz qurusun. Sonra dalınca bunu. Bunu vurandan sonra, bu akrilovi quruntdur. Bunu vurandan sonra, əvvəl mən ayrı quruntlardan da istifadə eləmişəm. Gördüyünüz kimi, burada ARC də var, haradasa USB də olmalıydı deyəsən. Oradadır, dalda da hardasa. Yəni, onlardan çoxdan istifadə eləmirəm. Bu keçmişdir, elə durur orada, bilmirəm, tullamaq lazımdır. Paşlı keçmişəm bunlara, Jetta Pro'lara. Məni ustrayovat eləyir. Burada mokri da kraskalamaq olar, yəni yonmadan. Detala vurdun, quruntu sıraz üstündən kraskalayırsan. Yəni, elə də eləmək olar. Nəsə, bunu vurursan, bunu vurandan sonra mən 2 saatdan, yəni ki, onu işləyib üstündən kraskalaya bilərəm. Ancaq birazdan, yəni evə gedəsi vaxtı, saat haradasa
5-ə işləyib yəqin ki. Usvet eləməyəcəm kraskalamağa. Ona görə səhərə kimi saxlayıram. Nəsə ondan sonra естественно kraskadır. Kraskadır belə. Kraskaya da benzabakın lüşokunu çıxardıb verirsən. Benzabakın lüşokunu çıxardıb verirsən. Onlar da sana belə bu görə belə şeydə vykraska eləyirlər. Sənin xoşuna gəlmədisə göndərirsən dala, deyirsən ki, xoşuma gəlmədi, təzədən bir də bunu düzəldin. Bu elastifikator da, elastifikator. Bunun vurulma qaydası deməli 10% 100'ə 100 millilitr laka ya lakdır. Birinci qurunta vurursan, vursa yaxşıdır. Qurunta tökürsən, quruntu vuranda bu ilə elastifikatorla vurursan. Sonra kraskaya bunu qatmaq lazım deyil. Kraskaya bunu qatsan, kraskanın rəngi seçilə bilər, həm də ayrı cürə effekt verə bilər. Ona görə bu kraskaya qatılan şey deyil. Qurunta, sonra üstündən kraska vurursan bunu qatmadan, üstündən də lak vurursan. Lak da ki, məndə 2 cür lakdır. Bu kraskaya laka qatdığım universalni razbaviteldir. Mən məsəl üçün rastvoritel qatmıram kraskaya heç vaxt. Elələri var 646 rastvoritel qatır, eləsi var nə bilim ayrı şey qatır. Mən ancaq razbavitel qatıram. Bu da Jeta'nın razbavetelidir. İstifadə elədiyim laklar budur. USB, D500, HS. Mənim xoşuma gəlir kraskanın, lakın vurulmağı, necə olur, şaqrenidə şey, hər şey mənim xoşuma gəlir. Bir də belə bir lak var. Bu da Roberlo. Roberlo, ay Allah, производство, indi yalan deyərəm, nəsə. Əgər lazımdırsa, sonraki çəkilişlərdə sizə ətraflı danışaram bunlardan. Bunları hara buraxır deyə. Qiymət fərqi bundan haradasa bir primerni bir 2 qat bahadır. Bu poliuretanovoy lakdır. Poliuretanovoy. Bu da HS-dir, bu da HS-dir. Yaxşı lakdır, öyürlər, yaxşı lakdır. Mən bunu klientə təklif eləyərəm, məsəl üçün ki, deyirəm, əgər bu ilə kraskalasam bu qiymət olacaqdır, bu ilə kraskalasam bu qiymətə. Bu büdcətlidir, büdcətli, yəni aşağı qiymətdən. Elə. Nəsə, video biraz uzun çəkdi yəqin ki. Dərşi uca kraskalayandan sonra effekt göstərərəm. Lakı, bunu laka qatıb vurandan sonra polirovka eləmək çətindir, başdan deyirəm. Biraz da gözləmək lazımdır. Bunun quruma, məsəl üçün, abışını, bunsuz, bunu qatmadan lakı vuranda mən tutaq ki, bir 12 saat gözləyirəm polirovka eləmək üçün. Bunu qatanda haradasa bir 30-40%-də o 12 saatın üstünə gəlirəm, haradasa bir 18 saatdan tutaq ki, belə. Yəni, belə bir nüansları var. Dərşə də göstərəcəm o kraskalanmış vəziyyətini görərsiniz. Artıq bugün ayın 10'udur. Əlbəttə ki, orucluğun 10-cu günü. Detallar hazırdır. Kraskalanmış vəziyyətdə. Polirovkalanmış vəziyyətdə. Gördüyünüz kimi belə yaxşı işlənmişdir. Şaqreni hər şey yerində, qəşəng. Lakı qəşəng durur detalın üstündə. Maşının üstünə qoyaram, göstərərəm bir də. Detallar oca maşının üstündədir, gördüyünüz kimi. Bu cürə əla çıxıb.
Bu elastifikatorun bir neçə dənə menusu var. Bu dəqiqə sizə anlayış verərəm. Maşını məsəl üçün kapotunu, bamperini, krılonu plonkalayırlar da. Plonkalayanda o plonkalanan hissələr maşının başqa hissələrindən bir balaca tonunda fərq eləyir. Çünki linza, effekt linza gedir. Çünki qalınlıq da, deyək ki, lakın üstündə qalınlıq var. Ona görə effekt bir balaca şeyləyir, dəyişilir. Ton bir balaca fərqlənir. Burada da elə. Laka qatılır. Laka qatılanda da elə bil burada plonka kimi olur, paşdı. Ona görə bir balaca ola bilsə nifton, bir balaca. Bu bir minus. O da ki, çox elə gözə çarpmaz. Mənə elə gəlir. Ancaq onu maşından, kraskadan başı çıxan insanlar, yəni ki, anlayışı olan insanlar maşın malyarkadan yəqin ki, görə bilərlər. İkinci minus odur ki, bu məsəl üçün adi lakı vuranda elastifikator qatılmadan onu axşam vururam, səhər polirovka eləmək olur. Bunda biraz gözləmək lazımdır. Hardasa bir 30-40%, tutaq ki 10 saat abışlı lakda gözləyirəmsə, bunda gözləmək lazımdır 14 saat. Məsəl üçün 15 saat. Primerlə. Bir də polirovkanı bu biraz çətin olur bunda. Toz götürəndə, eləyəndə, yəni ki, ehtiyatla eləmək lazımdır hər şeyi. Yəni öz şeyləri var. Əgər video sizin xoşunuza gəldisə, xahiş edirəm, abunə olun, like'lar verin. Yazın kommentariyalarda, əgər ətraflı istəyirsinizsə belə bir iş çəkilməyini, problem yoxdur. Düşər, çəkərəm, ətraflı izah eləyərəm. Bir daha hamının Allah Teala oruçlarını, namazlarını qəbul eləsin inşallah. Sağ olun, salamat qalın. Görüşene kadar.